Yayı xatırladacaq həmin o möhtəşəm salat çox dadlıdır. Yenə hazırlamaq istəyirəm. Salat niyə mənim daha öncə qarşıma çıxmayıb və hazırlamamışam, heç bilmirəm. Çox sağlıqlıdır, həm də çox rahat hazırlanır. Axşamlar da hazırlayıb yeyə bilərsiniz. 4 ədəd xiyarı mən gördüyünüz formada doğrayıram. Daha sonra şüydləri gördüyünüz kimi doğrayıram və bir diş də sarımsaq əlavə edirəm. Sarımsaq zövqə görədir, amma mən sarımsağı çox sevirəm deyə əlavə elədim. Doğradıqlarımın hər birisini qaba yığıram. Üzərinə də qarğıdalı əlavə edirəm. Mən elə gəl ki, qarğıdalı buna xüsusi dad verir. Daha sonra evdə mayonez varsa mayonez əlavə edin üzərinə, yoxsa təkcə qatıq da olar. Mən mayonez də və qatıq da əlavə eləyirəm. Qeyd edim ki, qatıq bizdə rayondan göndərilib və camış qatıqdır, ona görə belə möhkəm və daha dadlıdır. Mənim salat daha dadlı eləyib. Duz əlavə eləyib qarışdırıram. İstəmirsiniz duz əlavə eləməyin və çox az əlavə eləyin. Bu sizin zövqünüzə görədir və budur. 5 dəqiqə hazır olur, amma inanın ki, 2 dəqiqəyə bitir. O qədər dadlı, o qədər ləzzətlidir ki, yenə bu videonu dünənlər hazırlamışam, yemişəm. Bu günləri mütləq yenə eləyəcəm. Çünki həqiqətən də bağımlılıq yaradır və çox dadlıdır. Mütləq hazırlayın. Uşaqdan böyüyə hər kəs sevəcək.